Salam Tural, mənim adım Gülnaradır. Biz bugün sosial sorğu keçirik. Sizə belə bir sual verəcəm. Sizcə Bakı qızları daha ağıllıdır, yoxsa Bakı oğlanları? Məncə Bakı oğlanları ağıllıdır. Çünki Bakıda yəni şəhər həmişə ancaq hasıllardan ibarətdir. Də hamı hərəkətdədir, hamı diviziyadadır. Burada yəni qızların işinə baxırsan, qızlar ancaq gəzməyə, yemək çıxırlar. Amma bu dəqiqə yəni kimdən soruşsa, hansı oğlandan soruşsa, ancaq pul hərəkətindədir, pul diviziyasını eləməyə çalışır. Ona görə də Bakı oğlanları. Amma mən belə bəzən baxıram indi yəni Bakı qızları elə bir bəziləri müdürdür məsələn, bəziləri öz bizneslərini açır. Məsələ budur ki, bəziləri bir hissəsi, amma çox hissə yəni oğlanlardan ibarət. Ona görə də məncə Bakı oğlanları daha ağıllıdır. Ola bilər, amma məncə yəni bəzi oğlanlar da var ağılsız, bəzi qızlar da var ağılsız. Var, o ikisi tərəfdən də var. Yəni sizin elə düşünməyiniz fərqi bəlkə də bir qız olmağınızdır. Sizcə Bakı qızları daha ağıllıdır, yoxsa Bakı oğlanları?